Salam, axşamınız xeyir dəyərli tələbələr. Bu gün mən sizlərdən sual əvəzliklərinin, o cümlədən digər əvəzlik məna növlərini haqqında məlumat vermək istəyirəm. Əvəzliyin digər bir məna növü də sual əvəzlikləridir, yəni interrogativ pronouncedur. Sual əvəzlikləri nədir? Hansı ki biz cümlələrdə kim, nə, hara sual vermirik, hansı sual vermirik. Bu da az ingilis dilində sual əvəzlikləridir. Gəlin tanış olaq görək hansılardır. Who kim deməkdir? Whom kimə deməkdir? Kim deməkdir? Whose kimin? Which hansı? What nə hansı deməkdir? İndi gəlin baxaq. Who, whom, whose bax bu üçü canlıya aiddir. Which həm canlıya, həm cansıza aiddir. What da ki nə deməkdir və yalnız cansızlara aiddir. Deməli, who canlıya, whom canlıya, whose canlıya, which həm canlıya, həm cansıza, what isə yalnız canlı, cansız varlıqlara aiddir. Gəlin başlayaq görək who nədir? Bu sual vəzifələri cümlənin harasında işlənir? Hansı cümlə üzvlərinə sual verir? O barədə danışaq. Sual vəzifələri xüsusi sual cümlələrində cümlənin əvvəlində işlənir. Məsəl üçün, who is kitchen? Mətbəxdə kim idi? Bu mətbəxdə kimdir? Which subject do you prefer? Hansı fənə sən üstünlük verirsən? Do you want? Sən nə istəyirsən? Bu kimi tərcümə olunur. İndi gəlin başlayaq who-dan. Who həmişə canlı varlıqlara aid olur. Cümlənin mübtədasına sual verməkdən istifadə olunur. Əgər cümlənin mübtədası sual verirsə, artıq həmin cümlənin mübtədası cümlədə olmaz. Məsələn, deyirəm ki, Ali is a doctor. Bu cümlənin mübtədası Əlidir də, hələ. Bunu sual verəndə sadəcə who is doctor. Sual. Who is doctor? Kim həkimdir? Artıq burada cümlənin mübtədasını mən sual verdim və cümlənin mübtədasını cümlədən çıxardım. Gəldik. Bir də ki, who-nun xəbəri əgər üçüncü şəxsin təkində olur, həmişə üçüncü şəxsin təkində do, did, does köməkçi feillərindən istifadə olunmur. Bu who yalnız to be-nin indiki zaman forması ilə şəxsə və kəmiyyətə görə uzlaşır. Əgər who üçüncü şəxsin təkində olursa feil, do, did, does köməkçi feillərindən qəti şəkildə istifadə olunur. Məsəl üçün deyirəm ki, who teach you English? Burada baxın görürsünüz, xəbər olduğu kimi qaldı. Who olan cümlədə do, normalda bu teach sözünə indiki sadə zamanda, feilin indiki zamanda do ilə sual verməli. Do ya da does-dan sual verməli. Ancaq bu istifadə elə götürmədiyinə görə, who, do, does-ı istifadə eləmədiyinə görə feil olduğu kimi qaldı. Who teach you English? Amma mənim cümləmdə xəbər, ismi xəbər olarsa, yəni əmiz ar olarsa, was və olarsa, bu artıq burada şəxs və kəmiyyətə görə uzlaşır. Deyirəm ki, Ülviyə is my group mate. Ülviyə mənim qrup yoldaşımdır. Baxın, who is your grandmate? Group mate üzrə. Is bax burada is olduğu kimi qaldı. Ancaq burada cümlənin xəbəri feili xəbər olduğu üçün, yəni feilin ifadə olduğu üçün feil olduğu kimi qaldı. Amma burada artıq ismi xəbərini izdən sual verir. Sonra whom nə deməkdir? Whom kimə kimi deməkdir? Who əvəzliyinin obyekt formasıdır və tamamlığa sual verilir. Söz önlərlə birləşərək müxtəlif hallara keçir. Bu nə deməkdir? Söz önü ilə birləşir. Deməli, söz önü plus who. Bunlar ikisi bir yerdə işlənirsə, bərabərdir. Ekvivalenti who sonda söz önü iləndir. Gəlin indi baxaq. Whom did you speak? To whom did you speak? Sən kimə danışırdın? Bir də sən kimə danışırdın? Eyni mənanı verir. Who to da kimə deməkdir? To whom da kimə deməkdir? Sonra gəlin indi baxaq digərlərinin mənasına. For whom, who for kim üçün? From whom, who from kimdən? With whom, who with kimi ilə? About whom, who about kim haqqında? To whom, who to kimə? By whom, who by kim tərəfinə? İndi gəlin baxaq who's-a. Whose nə deməkdir? Whose əvəzliyi mənsubiyyət, sahiblik bildirir və aid olduğu ismin qarşısında durur. Bu vaxt ismin qarşısında qəti şəkildə heç vaxt artikel işlənməz. Məsəl üçün deyirəm ki, this pen is Narmin məsələn. Bu qələm Nərminindir.
İndi mən buna sual verəndə who'dan artıq bu isimdən soruşuram da deyirəm ki, bu qələm kimindir? Kimin sualını verirəmsə artıq olacaqdır. Whose pen is this? Aid olduğu ismin qabağında işləndi. Aid olduğu isim pendir. Penin qarşısında whose işləndi. Xəbər də yenə cümlənin xəbəri, ismi xəbər olduğu üçün izdən oldu. Sonra which hansı deməkdir? Seçmə mənasında istifadə olunur. Həm belə deyim də, canlılara aid olur, həm cansızlara aid olur. Məsəl üçün which girls are student? Hansı qız tələbədir? Bax burada seçmə eləyir. Məsəl üçün 15 dənə qız durubdu. Bu 15 qızın 4-ü tələbədirsə, onda soruşursan which girls are students? Hansı qız tələbədir? Və yaxud da which girl is student? Hansı qız tələbədir? Bu da həmçinin mübtəda ilə kəmiyyətə və zamana görə uyğunlaşır. Sonra gəldik which-in haqqında ümumi məlumatlara baxaq. Which-dən digərləri haqqında fərqlərə baxaq. Demək which-in who's-dan, whom-dan, who-dan fərqi ondadır ki, bunlar of sözünü qəbul edilmir. Amma which yeganə sual əvəzliyidir ki, özündən sonra of sözünü qəbul edir. Məsəl üçün, which of-dan sonra gəlir these, those, burada artıq işarə əvəzliyi, article gələ bilər. Sonra isim, mübtəda, isim cəmdə olmalıdır, xəbər təkdə olmalıdır. Yadınızda saxlayın. Which girl-dən sonra, məsələn, which of-dan birləşən ifadələrdə mübtəda cəmdə olur, cəmdə. Xəbər isə təkdə olur. Which of-dan işlənən ifadələr, əgər cümlədə which of varsa, məsəl üçün test veribdir, which of verib və yaxud da seçmə bir şey veribdir, which verməyib. Of sözünü veribdir, of sözünü verib. Mübtədanı səndə cəmdə veribdir, məsəl üçün girls. Xəbərini də təkdə veribdir. Görürsən, variantların içində which var. Demək ki, cavablardan biri whichdir. Çünki which of-dan birləşəndə mübtədanı cəmdə istəyir, xəbəri isə təkdə istəyir. Bu qədər which haqqında. What da nə deməkdir? What da cansız varlıqlara sualda işlənilir. Məsəl üçün, what do you see in the sky? Sən səmada nə gördün? Bunun da xəbəri artıq dediyim kimi deyəndə ki, məsəl üçün, o da ismi xəbərdən, feili xəbərdən uzlaşmaya baxır. Sonra burada dediyim kimi ismi xəbər, feili xəbər söhbətdir. Feili xəbər olanda do, did, does köməkçi feillərindən istifadə olunmur. Məsəl üçün necə? Biaxçı kimi nətər ki, who-da feil olduğu kimi qalırdı, diddən istifadə eləmirdik. Ancaq am is are-dan to be-nin indiki zamanda am is are-da olduğu kimi götürüb qoyurduq. Do, did, does-dan istifadə eləmirik. Həmçinin bu da elədir. What əvəzliyi həm hansı, necə mənasında var. Burada artıq bunun fərqləndirməyin artıq bir yolunu deyim sizə. Əgər what sözünüzdə sual əvəzliyi hansı necə mənasında işlənirsə, isimin əlamətini bildirir. Məsəl üçün, onun ekvivalenti what kind of, bir də what sort of kimi əvəz eləyə bilərsiniz. Əgər bunlardan əvəz eləyə bilirsinizsə, artıq what burada hansı kimi tərcümə olunur. Əgər əvəz eləyə bilmirsinizsə, demək ki, burada what nə kimi tərcümə olunur. Sonra gəldi relative pronouns, yəni nisbi əvəzliklər. Burada biraz diqqətli olmalı çalışıq, xahiş edirəm. Burada sual əvəzliklərinin fərqi ondadır ki, burada artıq sonunda kim ki var. Who kim ki, whom kimə ki, kimi ki, whose kimin ki, which hansı ki, that hansı ki. İndi gəldik, baxaq. Who, whom, whose'dan danışırıqsa, birinci. Whom, whose şəxs bildirən sözlərdən sonra işlənir. Nə deməkdir? Yəni, şəxs bildirən canlı isim plus who, whom, whose işlənir. Canlı isimdən sonra who, whom, whose işlənir. Sağ tərəfdə who əvəzliyindən sonra isə fiil, whom əvəzliyindən sonra əvəzlik, whose əvəzliyindən sonra isim işlənir. Gəlin, indi baxaq bu cədvələ. Deməli, canlı isim birinci tərəfimiz, yəni bizim sol tərəfimiz canlı isim olmalıdır. Hamısında canlı isimdir. Bu tərəfimiz sağ tərəfimiz bizim. İndi baxırıq ki, hamısında, yəni bu who, whom, whose'da, bu üçündə canlı isim birinci gəlməlidir. Yəni burada insan adı ola bilər, şəxs əvəzliyi ola bilər, amma əsas odur ki, canlı isim gəldi. Bura birinci tərəfdir. Birinci tərəfdə, üzr istəyirəm, birinci tərəfdə
Birincisi canlı isim oldu. İkinci tərəf hu, hum, huz oldusa, gəlin indi fərqlərinə baxaq. İndi deyə bilərsiniz, ay müəllim, bəs test çıxdı qabağımıza. Mən nətər eləyim? Burada bilim ki, hudan, humdan sonra burada hu qoyacağam, burada hum qoyacağam, nəsə isim qoyacağam, əvəzlik qoyacağam. Bu barədə indi sizə məlumat verəcəm. Demək, canlı isim hu feil olmalıdır. Yəni canlı isimdir, hudur, sonra xəbər gəlməlidir. Hu mübtəda və xəbərin arasında işlənir. Hu mübtəda və xəbərin arasında işlənir. Məsəl üçün, gəlin başqa isim də ola bilər. Fərq yoxdur, bu tamamlıq da ola bilər, amma hudan öncə isim olmalıdır, sonra feil olmalıdır. He is the man who works at school. O kişidir, kim ki məktəbdə işləyir. Bax, görürsünüz, hu'nun bu tərəfi feildir. Feildir, bu tərəfdə isimdir. Canlı isimdir. Hu işləndi isimlə feilin arasında. Sonra hum. Hum canlı isimlərə aid olur. Birinci tərəfi canlı isim olur. İkinci tərəfinə mütləq əvəzlik gəlməlidir. Who is man, o kişidir. Kim ki, we saw at school. Biz onu məktəbdə gördük. Baxın, bu birinci tərəf isimdir. İsim. Whom olduğu kimi qalır. İkinci tərəfi isə əvəzlikdir. Sonra whose. Whose'un birinci tərəfi canlı isim olacaqdır. İkinci tərəfi isə isim olacaqdır. Prosto isim olacaq. Bunun yəni fərqi yoxdur. Canlı da ola bilər, cansız da ola bilər. He is man, o kişidir. Hansı üzr istəyirəm. Whose kimin ki son students at school. Oğlu bizim məktəbdə oxuyur. Bax, burada gəlin baxaq. Whose burada olduğu kimi qalıb. Bu tərəfi isimdir. Bu tərəfi whose olduğu yerindədir. Sonda oğul deməkdir. Artıq burada da yenə isimdir. Fərqi yoxdur. Burada fərqli bir isim də ola bilər. Yəni sonra which hansıdır? Which ancaq cansız isimlərdən işlənir. Cansız isim plus which olur. Deməli who, hum, whose'un which'dən fərqi ondadır ki, bunlardan əvvəl who, hum, whose'dan əvvəl canlı isim gəlir. Which'dən əvvəl isə cansız isim gəlir. İndi this is a book, bu kitabdır. Which hansı ki you lost yesterday. Sən dünən itirdin. Baxın, burasına baxın. Which'dən əvvəl mütləq isim olmalıdır. Which mütləq özündən sonra əvvəl isim istəyir. Amma özündən sonra əvəzlik də gələ bilər, sayda gələ bilər. Fərq yoxdur. Nə gəlir gəlsin. Amma özündən əvvəlki yeri mütləq ki isim olmalıdır. Sonra isim plus what olmaz. Qəti şəkildə isim plus what olmaz. İsim plus what olmur. Qəti şəkildə. Gəlin indi digər qaydalara baxaq. Demək, which-dən what-u qarışdırmaq olmaz. Niyə görə? Which-də hansı mənasını verir? What da hansı mənasını verir? Gəl ki, nisbi əvəzliklərdə bu artıq bir-birindən ayrıdır. Which cansız isim və ya cansız isimlərə və ya cansız ismi əvəz edə biləcək hər hansısa bir əvəzliyə tələb edir özündən sonra. What əvəzliyindən sonra artıq xəbər gəlməlidir. Deməli, what plus xəbər. What-dan sonra mütləq xəbər gəlməlidir. What plus xəbər. Amma which-dən sonra cansız isim gələ bilər, əvəzlik gələ bilər. Ancaq birbaşa what nədir? Özündən sonra xəbər istəyir. İkinci bir fərqi, isim plus what olmaz, amma which özündən əvvəldə isim istəyir. Bir yaxda dediyim kimi, cansız isim istəyir. Amma isim plus what olmaz. Sonra whose əvəzliyi cansız isimlərdən sonra işlənir. Whose əvəzliyi bəzən, yəni bəzən cansız isimlərdən sonra işlənir. O da cümlənin tərcüməsinə baxırıq. Sonra whom ilə işlənən cümlələrdə who, zət və ya işlətməmək olar. Deməli, gəlin nümunələrə baxaq. The children, whom. Children bu tərəf isimdir, canlı isimdir. Whomdan sonra gəlirəm, baxıram ki, görüm whomdan sonra nə gəlir. Whomdan sonra gəlməlidir əvəzlik. Baxıram ki, gəlifdir. Whomdan sonra əvəzlik gəlifdir. Children whom we saw in the park are my students. Deyir, uşaqlar, kim ki biz gördük parkda mənim şagirdlərimi. Sonra gəl, bax, burada gördük whomdan sonra gəldi əvəzlik. Düzdür, xəbərdə əvəzlikdən sonra xəbər işlənir. Sonra who'dan sonra da əvəzlik gəldi. Bu da ola bilər.
Children zətdən sonra da artıq əvəzlik də gəldi. Bu da ola bilər. Amma whatdan sonra heç vaxt əvəzlik gəlmir. Nədə ki, isim plus əvəzlik olmaz. Deyərsiniz, ay mən bura hamısını qoyduq. Niyə what qoymadıq? Çünki bu tərəf isimdir. Bu tərəf isim olduğu üçün mən bura what'u qoya bilmərəm. What qəti şəkildə olmaz. What qəti şəkildə olmaz. Sonra bizim zətimiz var. Zət hansı ki deməkdir? Zət nisbi əvəzliyi. Bax, bu 3 əvəzlik var. Who, whom, which əvəzliyinin əvəz edir. Həm də həm canlıya aiddir, həm cansıza aiddir. Həm canlıya aiddir, həm cansıza aiddir. İndi cansıza aid olduğu üçün which əvəz elədi, canlıya aid olduğu üçün who ilə whom'u əvəz elədi. İndi gəlin burada bir dənə əsas məqam var, qeyd var. Əgər isimdən sonra sözünü gələrsə, yəni isimdən sonra sözünü nə deməkdir? İsim plus of, nə bilim, of, on, in, at, to, digər to, bu kimi isim plus bu kimi sözünlər gələrsə, zət əvəzliyi who, whom, which əvəzliklərini əvəz edə bilmir. Əgər, bax, dediyim kimi, isim plus nədir, sözünü varsa, sözünlər nə oldu? To, of, an, in, on, bu kimi əvəzliklər varsa, qəti şəkildə who, whom, which-i zət əvəz eləmir. Heç bir şəkildə əvəz eləmir. Səbəb nədir? Çünki sözündən sonra zət işlənməz. Sözünü plus zət olmaz. Sonra gəldik, baxırıq ki, hansı isimlər, sözünlərdən sonra hansı işlənir. Canlı isimə, söz özündən sonra sözünü gətirirsə, whom işlənir. Amma cansız isim özündən sonra sözünü gətirirsə, which işlənir. Sonra gəldik bağlayıcı əvəzliklər. Bağlayıcı əvəzliklər nədir? Məsələn, bizdə Azərbaycan dilində bağlayıcı əvəzliklər bildiyimiz mürəkkəb cümlələr var. Məsələn, o mənə dedi ki, və yaxud da tabeli, tabesiz mürəkkəb cümlələr var. İngilis dilində də tabeli, tabesiz mürəkkəb cümlələr olduğu üçün, ümumiyyətcə budaq cümlə anlayışı olduğu üçün who, whom, whose, which, what bunlar artıq budaq cümləni bağlayırlar. Yəni baş cümləni budaq cümləyə bağlayırlar. I don't know, I know who it was. Mən bilirəm o kimdir. I don't know whose bag it is. Mən bilmirəm bu kimin çantasıdır. Bu kimi sözlər ola bilər. Məsələn, I cannot remember. Mən xatırlamıram. Sual versə nəyi xatırlamırsan və yaxud da nə xatırlamırsan? I don't know. Mən xatırlamıram. Nəyi? Artıq tamamlıq budaq cümləsidir. She said. Onun dediyini. Mən xatırlamıram. Artıq burada olduğu budaq cümləli, baş cümləni budaq cümləyə bağlayan bir nədir? Əvəzliklər. Gəldik ən gözəl hissə, ən rahat hissə, çətin hissədən çıxdıq, gəlir inkar əvəzliklərinə. İnkar əvəzlikləri nədir? İnkar əvəzlikləri təsdiq cümlədəni inkar cümləyə çevirən əvəzliklərdir. İnkar əvəzlikləri həmişə təsdiq cümlədə işlənir uşaqlar. İnkar əvəzlikləri hər zaman sadə təsdiq cümlədə işlənir. Bir cümlədə iki inkar əvəzliyi heç zaman ola bilməz. Bir cümlədə heç vaxt iki inkar əvəzliyi ola bilməz. İnkar əvəzlikləri hansılardır? No, none, neither, no one, nobody, nothing. Bu üçü. Bunlar törəmədir. Törəmə. Qalanları amma isə kökdən gəlirlər. Deməli, başlayırıq no-dan. No, heç bir deməkdir. No, heç bir deməkdir. Özündən sonra heç vaxt artikel işlənmir. No-dan sonra qəti şəkildə no plus artikel olmaz. Burada da göstərilibdir. Özündən sonra mütləq isim tələb edir. Yəni, no-nu isimsiz işlənməz. Yadınızda saxlayın. No plus isim olmalıdır. İstənilən tip isim gətirir. Sayılan, sayılmayan, təhcəm ola bilər. Yəni, fərq yoxdur. Əsas odur isim olsun. İndi gəlin baxaq görək. No-dan sonra hansı isimlər nələr işlətmək olmaz. No-dan sonra heç vaxt ən artikılı gəlməz. Gəlin baxaq. No e-book deyə bilmərsiniz heç vaxt. Ənazə, azə, digər əvəzliyin təyin edici əvəzlikləri işlədə bilməz. Çünki bu təyin edici əvəzliklər əşyanı təyin elədiyi üçün, opsiyonu təyin elədiyi üçün bunu işlədə bilmirik. Sonra sam, eyni, qeyri-müəyyən əvəzliklərdir. Bax, bunları qəti şəkildə işlədə bilmərik. Of sözündür, bunu da işlədə bilmərik. Gəldik no-nun ekvivalenti, yəni no-nun bərabər olduğu bir şey notdur.
No bərabər not nöqtə nöqtə A və ya not eni. Bunların fərqi nədədir? Demək uşaqlar, bunların fərqi nədədir? No özündən sonra no'dan fərqli olur. Not özündən sonra birbaşa isim ala bilmir. Nə deməkdir? Biz normalda deyirik ki, no'dan sonra birbaşa kök isim gəlməlidir də. Yəni no plus isim olmalıdır. Artiklsız isim olmalıdır. Amma notda fərqlidir. Not özündən sonra sayıla bilən tək isim gətirirsə, qabağında ən artikl işləməlidir. Amma bunu no eləyə bilmir. No'da bu yoxdur. Bu düstur yoxdur. No'da birbaşa isim gəlməlidir. Artikl söhbəti yoxdur. Amma not deyir ki, ən artiklı varsa, özündən sonra sayıla bilən tək isim gəlməlidir. Və yaxud da ki, not deyir ki, mən özündən sonra sayıla bilən tək isim gətirirəmsə, onun qabağında ən artiklı olmalıdır. Sonra əgər notdan sonra d'dan sonra bax bu cəm isim və yaxud da sayıla bilməyən isim gəlirsə, önündə eyni əvəzliyi olmalıdır. Not deyir ki, əgər mən cəm isim istəyirəmsə və yaxud da məndən sonra sayıla bilməyən isim gətirirsənsə, qabağında eyni artiklını, eyni əvəzliyini, üzr istəyirəm, eyni əvəzliyini qoymalısınız. Sonra gəldik nanla. Nan heç kim heç nə deməkdir. Bu da no əvəzliyinin isimsiz işlənən formasıdır. Bunun no'dan fərqi ondadır ki, bu qəti şəkildə isim tələb eləmir. No deyir ki, məndən fərqi yoxdur. Mən nə cür isim qoyursan qəbulumdur. Amma nan deyir ki, mən isim istəmirəm. Mən müstəqil işləyirəm. Yəni mənə lazım deyil isim. İndi nan əgər məsələn nümunəyə baxaq. Is there any milk in the bottle? Amma baxıram ki, no, there is none. Artıq nan milk demirəm. Birbaşa nanı işlətdim. Sonra nandan sonra of sözünü gələ bilər. No'dan sonra of sözünü gələ bilmir, amma nandan sonra of sözünü gələ bilər. Əgər nan özündən sonra, bax bu hissəni yadınızda saxlayın. Nan of'u qəbul edirsə, cəm isim gətirir, xəbəri təkdə olur. Bayaq məsələn which of olub cəm isim xəbər təkdə idisə, yadınızda saxlayın. Nan of oldu. Cəm isim mübtədam cəmdədir. Xəbərim isə təkdə olmalıdır. Nümunəyə baxaq. None of the girls. Girls sözlük cəmdədir. Of sözünü ilə birləşib. Nanı da qabaqdadır. Xəbər nədədir? Təkdə. Sonra gəldik digərlərinə, törəmələrə. Törəmə nədir? Kökdən törəyən, belə bir ki, yeni bir budaq deyək də. Kökdən yaranan ağacdır. Məsələn, no ağacdır, kökdür. Ondan yəni budaqları nobodir, no one, nothingdir. Bu törəmədir. Bunların digərdən fərqləri orada. Törəmənin əsasdan fərqi ondadır ki, törəmədən sonra heç vaxt isim gəlməz. Törəmə plus isim olmaz. Törəmədən sonra of sözünü işlənməz. Törəmədən sonra dediyim kimi isim qəti formada gəlməz, of sözünü gəlməz, xəbərlər isə hər zaman təkdə olmalıdır. Sonra gəldik neyzə. Neyzə ikisindən heç biri deməkdir. İkisindən heç biri demək olduğu üçün burada artıq iki şəxsin söhbət gedir. Demək ki, ikisindən heç biri deməkdirsə, neyzə iki şəxs arasında işlənir. Özündən sonra yalnız sayıla bilən tək isim tələb edir. Neyzə özündən sonra sayıla bilən tək isim tələb edir. Cəm isim və ya sayıla bilən isimlərlə işlədilmir. Cəm isim və ya sayıla bilməyən isimlərlə işlənə bilmir. Yalnız sayılan tək. Neyzə plus sayılan tək isim. Neyzədən sonra of sözünü gələrsə, yəni neyzə of sözünü qəbul edərsə, digərlər kimi cəm isim işlədir, xəbəri təkdə olur. Neyzə demək, ikisindən heç biri demək oldu. Neyzə ofdan işlənərsə, xəbər isim cəmdə, xəbər təkdə olacaqdır. Məsələn, neyzə of students is ready. Qızlardan, məsəl üçün deyim də, tələbələrdən heç biri hazır deyildi. Cümlənin tərcüməsinə baxın, tələbələrdən heç biri hazır deyildi. Tələbələrdən ikisindən heç biri deyil. Tərcümə uyğun olsun deyə tələbələrdən heç biri hazır deyildi. Sonra gəldim deyirəm ki, neyzə ofdan non-ofun fərqi var. Hər ikisi iki və daha artıq şəxs arasında işlənir. Sadəcə olaraq neyzə of iki şəxs əşyadan heç birinin olmadığını deyirsə, artıq non-of cümlədə söhbət getdiyi 2 plus şəxs, yəni 2-dən çox şəxs varsa, əşya varsa, onların heç birinin olmadığını deyir. Neyzə deyir ki, mən 2 şəxs arasında işlənirəm. Neyzə of.
İki şəxs arasında işlənir. Amma Nanov deyir ki, mən 2 plus şəxs arasında işlənirəm və 2 plus şəxsin 2-dən çox şəxs haqqında söhbət gedirsə, mən onlardan heç birini deyirəm. Məsəl üçün deyirəm Əli, Gülər, Samir. Bu artıq 3 nəfər söhbət gedir və yaxud da olsun Tom, Jerry, nə bilim, Jessica, Sam. Burada çoxlu şəxsdən söhbət gedirsə, artıq mən burada Nanovdan istifadə edəcəm. Nanovdan istifadə elədiyimə görə artıq mən deyirəm ki, Nanov deyəndə onlardan heç biri. Bu qədər. Bu qaydamız da bu qədərdir.